Recep ayı İmam-ı Musa Kazım Aleyhisselam'ın təbirincə desək, bu ayda tövbə eləyən sanki anadan yenicə doğmuş kimi günahsız olacaq. O da Peyğəmbərin sözünə əsaslanaraq İmam Musa Kazım tövbə edib və bu ayın feyzindən, rəhmətindən bəhrələnən insanlar sanki anadan yenicə doğmuş kimi günahsız olacaq. Necə körmənin günahı yox, bu ayda tövbə edən insanlar da ona bənzər. Bu fürsəti qaçırmayaq. Böyük bir fürsətdir. Şəxsən mən öz simamda deyirəm, öz timsalımda deyirəm, Rəcəb ayı üçün mən çox darıxıram. Rəcəb ayını çox sevirəm. Ona görə sevirəm ki, Allah'ın ayıdır. Şaban ayını sevirəm, ona görə ki, Peyğəmbərin ayıdır. Ramazan ayını sevirəm, ona görə ki, ümmətin bağışlanır. 3 ay mənəvi ay insanın bağışlanmasına bir zəmin, bir fürsət.